Daşınmaz əmlakla bağlı üçüncü videonu çəkdirmək qərarına gəldim. Çünki bəzi tənqidçilərin deyirlər ki, mənim dediyim ki, bu banklar və böyük developerlər və əmlakçılar qiymətlərin aşağı düşməsinə imkan vermir. Bu düz deyil, sırf tələb və təklif qanuna əsaslanıbdır. Mən sizə demək istəyirdim, əziz dostlar, sabahınız xeyir olsun. Əlbəttə ki, bu dünyada hər bir şey tələb və təklif qanuna əsaslanır. Ona görə qanun adlandırılır. Sadəcə bazar mexanizmlərin işləməsi prinsipini adlamalısınız. Əgər misal üçün biz düşünürüksə Bakıda onsuz sıxlıqdır, maşın çoxdur, hamı tökülüşübdür Bakıya və mən bu sıxlığı aradan qaldırmalıyım. Mən nə edə bilərəm? Mən təklifi azalda bilərəm. Mən təklifi necə azalda bilərəm? Qiymətləri yüksək saxlaya bilərəm. Necə qiymətləri yüksək saxlaya bilərəm? Şəhər Salımı və Arxitektura Komitəsi çətinləşdirə bilər onun alınmasını, qiymətini artıra bilər, kvotaları, rəsmi və qeyri-rəsmi ödənişləri artıra bilər. Sonra Fövqəladə Hallar Nazirliyi iniş edə bilər. Əlbəttə ki, klassik inflyasiyada var, tikinti materiallarının qiyməti artır öz-özlüyündə, amma bu qədər də deyil. Yəni ki, bu xoş niyyət tərəfidir. Qeyri-xoş niyyət tərəfi nə ola bilər ki, Azərbaycanda bir neçə dənə böyük developer ola bilər, hansı böyük tikinti şirkətləri, onlar baha tikmək istəyir. Lakin azad bazar çərçivəsində onlar oynaya bilmir. Çünki onlar baha tikdikdə balaca sahibkarlar ucuz tikəcəkdir, onlar evlərini sata bilməyəcəklər. Ona görə onlar lobbiçilik vasitəsilə gedib həmin Şəhər Salma Arxitektura Komitəsi ilə, Fövqəladə Hallar Nazirliyi ilə razılaşa bilərlər ki, qiymətləri qaldırın ki, balaca sahibkarlar bizimlə rəqabət apara bilməsin, onların da evləri baha olsun. Biz 5.000-ə satanda onların qiyməti 3.500-4.000 olsun. Bu da ola bilər. Banklara gələndə, banklar indi girovda mənzilləri saxlayır. Bu mənzillərin dəyəri 30-40% aşağı düşsə, onların insanlar ödənişləri dayandıracaqlar, deyəcəklər lazım deyil mənə bu mənzil, qaytaracaqlar bankların özünə və onlar da ondan sonra bir xeyli maliyyə hesabatlığında zərərləri göstərməli olacaqlar, bəlkə də müflisləşəcəklər. Ona görə əzizlərim, xahiş edirəm kompleks şəkildə tələb təklif qanununa baxın, sırf olaraq öz prizmanızdan baxmayın.